Bədənləri timpanın üstündəki qocalarınki kimi rəqs edirmişcəsinə əyilmiş, uzun və arıq əlləri qanadlar kimi açılmışdı. Küləyin dağıtdığı saçları və saqqalları pərvazlaşmış, uzun geyimlərinin qatları da açılmışdı. Addımlayarkən uzun ayaqları libaslarını təbiətcə və cismcə fərqli olmalarına baxmayaraq aslan tükü kimi dalğalandırırdı. Məftun olmuş gözlərimi və mükəmməl cisimlərin cəhənnəm ifrazatı ilə qəribə şəkildə bənzəyişinin yaratdığı çoxsəsliliyindən çəkərkən qapının yanında, dərin tağların altında onlara həm dayaq verən, həm də onları bəzəyən kövrək sütunların arasındakı boşluqda yer alan və bəzən sıx yarpaqların hər sütun başının üzərinə sərən, bəzən də saysız hesabsız tağların boyunca qol budaq atan ağacların içində yalnız parabolik və allegorik məzmun daşıdıqlarına görə ya da hər hansı əxlaq dərsi verdiklərdə orada elə eybəcər və dəhşətli varlıqları gördüm. Ayaqları kərkəsin ayaqları kimi sərt tüklərlə örtülü, şiş qarınlı bir satirlə, cütləşmiş çılpaq, dərisi sallanmış, əti iyrənc qurbağalar tərəfindən gəmirilən, tükürbədici bir səslə öz lənətini ulayan, zəhərli ilanların sazdığı həyasız bir qadın gördüm. Yaraşıqlı sütunlarla əhatəli yatağında ölüm soyuğundan keymiş, cinlər alayının ürkək ovuna çevrilmiş bir xəsisin, əfsus ki, ölümsüz həyatda yenidən doğulmayacaq körpə görkəmindəki ruhunun bir şeytan tərəfindən son dəfə xırıldayan boğazından qopardığını gördüm. Lovğa bir adam gördüm. Çiynində oturmuş şeytan caynaqlarını onun gözünə soxmuşdu. Bu vaxt iki qarın qulu bir-birini iyrənc bədənini didib parçalayırdı. Keçi üzlü, aslan dərili, bəbir dişli başqa məxluqlar gördüm. Hamısı da yandırıcı nəfəsi duyula bilən alovlu bir meşənin əsiri. Onların ətrafında, içində, başlarının üstündə, ayaqlarının altında qəribə üzülər və bədənlər vardı. Hər birinin saçlarında yapışmış ər-arvad, bir günahkarın gözlərinin soran iki əfi ilan, qıvrılmış əlləri ilə əjdahanın cəngini ayıran bir pəhləvan. Cəhəngini. Umberto Eco, Qızıl Gülün adı.